Çıxdım balkona, baxdım ki, elə bir məşəl qalxıbdı ki, yanır da, belə toz, duman. Yandıdıqlarının şəkilləri var. Paytaxtın Xətai rayonu Gəncə prospekti 25 və 27 ünvanında yaşayan sakinlər iddia edir ki, görmüş olduğunuz bu ərazi qəsdən yandırılır. Onların sözlərinə görə artıq 6-cı dəfədir ki, burada yanğın hadisəsi baş verir. Biraz gec olsaydı, bağça da yanacaqdı. O biri binanın ətəyindəki bloklara da girəcəkdi, balkonlara. Buranı da yandırdılar, orada gözəl ağaçlar vardı. Hamısı məhv oldu, getdi. Bunun bir qarşısında alan yoxdur. Nə söhbətdir bu, heç bilinmir də ki, nədir. İndi onu özləri bilir. Nə edəcəklər, nəyə görə eləyirlər, nə düşmənçilikdir bu. Biz aciz insanıq belə şeylərdə, çünki bilənlər bilir nə etmək lazımdır. Bunu indi başlamayıblar. Bu hadisə 3 ildir davam eləyir. 3 ildir. Bura əvvəl sakinlər bağça düzəltmişdi özləri üçün. Söktülər ki, park eləyirik. Hamımız sevindik, nə yaxşı, gözəl də park olar, gələrik, oturarıq. Amma park yerinə park yoxdur. Heç o söhbət getmir. Neçə dəfə şahid olmuşam, gəlib oradan analiz götürürlər. Soruşdum bir dəfə, valla bu neyinirsiniz, bu torpağı neyinirsən? Dedi, analiz götürürük. 3 nəfər də oradan gəlib bura gecə. Onda şəkillərini çəkiblər yuxarıki bina. Beləcə yandırırlar, burada tikinti tikmək istəyirlər. 42 ildir mən burada bu binada yaşayıram. İndi burada bu maşın bura hardan gələcək? Burada tikiləndə və biz hara köçək? Uşaqlarımızı o vaxt böyüdəndə elə gətirdik, buralarda böyütmüşük. Onda hələ belə bağça idi da. İndi nəvələrimiz var. Çıxartmağa bir yerimiz yoxdur. Nəvəni çıxartmağa bir yer yoxdur. Biz də istəyirik ki, park olsun. Vallahi lap sakinlərin hesabına olsun. Mən şəxsən pul verərəm, tikək, quraq, yaradaq. Amma park olsun. Park istəyirik olsun. Tikinti olmasın burada. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Xətai rayonu Gəncə prospekti 25 ünvanında yaşıllıq sahədə baş verən yanğın zamanı 28 ədəd ağac və kol bitkisi yanaraq məhv olub. Araşdırma nəticəsində təbiətə 13.440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Yanğın baş vermə səbəbinin müəyyənləşdirilməsi, eyni zamanda təqsirkar şəxslərin müəyyən olunaraq barələrində qanunamuvafiq tədbirlərin görülməsi məqsədi ilə toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Baş vermiş hadisənin fəsadlarını aradan qaldırması məqsədi ilə yanmış ağacların əvəzinə əkin mövsümündə yeni ağacların əkilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinə və Xətai rayon İcra Hakimiyyətinə müraciət olunub. Həmin ünvanda yaşıllığın son 3 ildə dəfələrlə yandırılması ilə bağlı sakinlərin iddiasına gəlincə, təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi buna cavab vermək istəmədi. Sakinlərin digər bir iddiası ərazinin yeni binanın tikintisi ilə bağlı qəsdən yandırılması məsələsinə gəlincə, bununla bağlı Xətai rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Cavabları isə belə oldu ki, İcra Hakimiyyəti deyirlər ki, kəlməsi ilə işləmir. Onda belə çıxır ki, torbada nəsə var. Elə buna görədir ki, həm Nazirlik, həm də İcra Hakimiyyəti müəmmalı yanğınla bağlı üstörtü cavab verməklə kifayətlənir.